Cavan vaxtı olan işdi. Çox adam istədiyinə nail olmayıb. Kənddə qalxoz sədrinin qızı var idi, mən də bunu istəyirdim. Biz elə kasıvıdıq ki, zəhərlənəndə bir qaşıq qatıq verməyə qapıda keçi də yox idi. Bu sədr deyib, mən dilənçiyə qız vermərəm, qoy cəhənnəm olsun, o gədə də Seydaşın biridir. Nəysə, mənim həyat yolum ayrı, ailə ayrı, bu qızınki ayrı. Keçən il Semaşka xəstəxanasının qabağında dayanmışam, gördüm, onlar 50-52 yaşında, artıq mənim 60 yaşım var. Bir gəlin gəlir, amma bunun elə bil ki, nəfəsi məni vurdu. Yanında da 14-15 yaşında olan uşağı, tanımadım. Çatanda dedi, al qaytmələm, salam mələküm, dedim, bacı, bağışda tanımadım. Dedi, nətər tanımadın? Bəskətdə sən məni istəyirdin, məni vermədilər. Dedim, üzün ağı olmasın, bunu nəyə yadıma salırsan? Dedi, yox, yoldaşım vəfat eləyib. Gençlikdə 2 mərtəbəli evim var, telefonu götür, hərdən bir zəng elə. Elə bil başıma kıvaltla vurdular. Orada yazmışam ki, gecikmisən, yola düşən qataram, qürbətdir məkanım, çata bilməzsən. Sənin həsrətinlə öz yuvasından uçdu könlüm quşu, tuta bilməzsən. Saxta eşqin qollarımı sındırar, buz nəfəsin ürəyimi dondurar. Yaxın gəlmə, ahım səni yandırar, qüssələr qoynunda yata bilməzsən. Qoynundan baş verən tər çiçək idim, boynuna dolanan bir ləkə idim, torunda çırpınan hörümçək idim, bir də kəməndini ata bilməzsən. Könül yıxmaq oldu arzu niyyətin, təzədən can demək, barışmaq çətin. Gecikdin qatara, yandı biletin, qaytarıb eşkimə sata bilməzsən. Al-Qaydam, nə sağım var, nə solum, Polat bir sükana bağlanıb kolum. Son mənzilə gedən yoldu bu yolum, izini izimə qata bilməzsən.